Salam əziz həmkarlar. Pedaqoji tələblər sınaq izahına baxırıq. Dövlət standartları müəyyən etmir. Ümumi təhsilin məzmunu müəyyən edəcək, ümumi təhsilin idarə olunması edir, ümumi təhsilin infrastrukturu edir, ümumi təhsilin maddi və texniki bazası edir. Ancaq ümumi təhsildə təhsil pillələri dövlət standartına aid deyil. Təhsil pillələri maddə 17-yə aiddir. Y bəndi. Dövlət standartları neçə il müddətində qüvvədə qalır? 5 il müddətində qüvvədə qalır. Müəllim dərsi izah edən zaman bəzi şagirdlər mövzunu başa düşməkdə çətinlik çəksə də, bu müəllimin bir o qədər vecinə olmur və dərsin geri qalan hissəsini izah edir. Baxın, biz inklüzivlik prinsipində öyrənmişik ki, təhsil hər kəs üçün əlçatan olmalıdır. Yəni, fiziki, psixi, intellektual xüsusiyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq, təhsil bütün uşaqlar üçün əlçatan olmalıdır. Burada da şagird dərsi başa düşməkdə çətinlik çəkir. Müəllim də onun vecinə olmur. Yəni, müəllimin vecinə olmur ki, bu uşaq bu dərsi başa düşməyib. Deməli, təhsil həmin uşaq üçün əlçatan olmadı. Pozdu inklüzivliyi. Və biz pedaqoji prosesin tamlığı prinsipində öyrənmişik. Dərs öyrədici, tərbiyə edici və inkişaf etdirici olmalıdır. Burada müəllim dərsi öyrədici formada keçmir. Deməli, tamlığı da pozur. C bəndi. Rahid müəllim coğrafiya dərsində şagirdlərə qiymətləndirmə keçirməyə ehtiyac duymur. Sizcə müəllim hansı prinsipi pozub? Qiymətləndirmə keçirmək inkişaf yönümlülüyə aiddir. Qiymətləndirmə keçirib şagirdin inkişaf dərəcəsini ölçməlidir. Əgər etmirsə, inkişaf yönümlülüyü pozur. C bəndi. Demokratlik, sistemlik, şəffaflıq yaradan mühit amil kimi meydana çıxır. Biz hesabatlılıq prinsipində dedik ki, hər bir şəxs biri-birinə, yəni hər bir kollektiv üzvü biri-birinə hesabat verməlidir. Məsuliyyətin bölüşdürülməsində dedik ki, idarə olunma prosesində demokratik, şəffaf, sistemlik yaratmaqla nəzərdə tutulan tədbirlərin icrasına, çevik nəzarət mexanizminin tətbiqinə xidmət göstərir. Nə? Məsuliyyətin bölüşdürülməsi. Müəllim dərsdə ancaq amilin zəif cəhətlərini deyir. Sizcə, müəllim hansı prinsipi pozur? Baxın, ancaq zəif cəhətlərini deyir. Biz dəstəkləyici mühitin yaradılması prinsipində təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sağlam mənəvi psixoloji mühitin, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi. Müəllim ancaq amilin zəif cəhətlərini deməklə psixoloji mühit sağlam yaratmır. Yəni, şagirdin psixologiyasını pozmuş olur. Həmin sinif otağı şagird üçün sağlam olmur. Deməli, dəstəkləyici mühitin yaradılmasını pozur. Ümumi təhsilin infrastrukturuna aiddir. Pedaqoji kadrlarla təminatdır, binalardır, yardımçı binalardır, qurğulardır, sadə idman təlim meydançalarıdır, qurğu rabitədir, su, istilik, elektrik sistemləridir, internet xidmətidir, kitabxanadır. Bunlar hamısı aiddir infrastruktura. Ancaq akt zalıdır, laboratoriyadır, tibb otağıdır, bufetdir, yeməkxanadır, mebel avadanlığıdır. Bunlar aiddir maddi-texniki tədris bazıya. Y bəndi. Dövlət ictimai xarakter daşıyır. Ümumi təhsilin idarə olunması dövlət ictimai xarakter daşıyır. İdarə etmə orqanı pedaqoji şuradır. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təmin edilmiş direktor tərəfindən həyata keçirilir. Yəni, dövlət ictimai xarakter daşıyan ümumi təhsilin idarə olunmasıdır. Müəllim dərsi keçən zaman uşaqlar sakit dayanmır, müəllim buna fikir vermir. Deməli, bu müəllim dərsini tam şəkildə keçmir. Yəni, dərs öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşımalıdır. Alayarımçıq qalmamalıdır. Deməli, bu müəllim uşaq sakit dayanmır, müəllim öz ampulasında dərsini davam edirsə, deməli, dərsini tam şəkildə keçmir. Pedaqoji prosesin tamlığını pozur. Müəllim dərsdə bütün şagirdlərə eyni təlim şəraiti yaradır. Eyni təlim şəraiti yaratmaq təhsildə bərabər imkanların yaradılmasıdır təlimdə.
müəssisənin təhsil infrastrukturuna uyğun olaraq təhsil alanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil, maraq, potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi təhsildə bərabər imkanların yaradılmasına aiddir. Müəllim şagirdlərdən milli xalq, musiqimiz, bu kimi digər dəyərlərdən bəhs edir. Baxın, milli xalq ümumilikcə biz təhsil alanların idrak ünsiyyət psixomotor bacarıqlarıdır, milli bəşəri dəyərlərdir, böyüyə hörmət, kiçiyə qayğı hissidir. Bunlar hamısı şəxsiyyət yönümlülük prinsipindədir və milli dəyər varsa, milli kimliyin dərki milli iftixar hissinə aid olacaq. Müəllim dərsi izah etməsinə baxmayaraq, bəzi şagirdlər mövzunu öyrənməkdə çətinlik çəkirdi. Bunu aradan qaldırmaq üçün video təlimatlardan, öyrədici testlərdən istifadəyə qərar verildi. Baxın, bəziləri başa düşüb, bəziləri yox. Təhsil bəzilərinə çatıb, bəzilərinə yox. Təhsili hər kəs üçün əlçatan formada etmək üçün videodan, sual-cavablardan, testdən istifadə olunur. Deməli, təhsil hər kəs üçün, yəni əlçatan formada olur. Bu olur inklüzivlik və öyrənmədə çətinlik çəkmək problemdir. Müəllim bu problemi aradan qaldırmaq üçün video təlimatlardan, testlərdən istifadə edirsə, deməli problemi həll etməyə aiddir A bəndi. İmtahanda istədiyi nəticəni toplamayan şagirdin motivasiyası aşağı düşür. O dərslərində geriləyir. Bunu hiss edən müəllim şagirdə motiva edici söhbətlər edir. Bundan sonra şagirdin fəaliyyətində irəliləyişlər müşahidə olunur. Şagird üçün sağlam psixoloji mühit yaradır. Yəni motivasiya edici təsir etməklə psixologiyasına təsir göstərmiş olur. Sağlam psixoloji mühiti biz harada öyrənirik? Dəstəkləyici mühitin yaradılmasında. Murad dərsdə sakit dayanmır və dərslərini oxumur. Digər şagirdlərə də mane olurdu. Müəllimin bütün bunları nəzərə alıb Muradın valideyni ilə söhbət edir. Muradın valideyni ilə söhbət edirsə, məktəb valideyn əlaqəsinin tənzimlənməsinə aiddir C bəndi. Cahid müəllim şagirdləri başa salır ki, fiziki qüsuru olan sinif yoldaşlarına əlavə sözlər demək olmaz. Fiziki, psixi, intellektual xüsusiyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq, təhsilin bütün uşaqlar üçün əlçatan formada olması inklüzivlik prinsipidir A bəndi. Təhsil verənlərin keyfiyyət göstəricisinə aid deyil. Pedaqoji etika və mədəniyyət göstəriciləri. Baxın, uşaqlarla həssas ünsiyyət qurma və iş bacarığına malik olmaq bu keyfiyyət göstəricisidir. Qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığı bu da keyfiyyət göstəricisidir. İşlədiyi məktəbdə hörmət və nüfuza malik olmaq bu da keyfiyyət göstəricisidir. Pedaqoji etika və mədəniyyət göstəriciləri bu da keyfiyyət göstəricisidir. Təhsilin forma və metodlarını sərbəst seçmək keyfiyyət göstəricisi yox, müəllimin hüququdur. Rəhim dərslərinə çox zəif idi. O müəllimin yaxşı oxuyub öyrənmək istədiyini bildirdi. Müəllimin köməyi ilə Rəhim tezliklə sinif birincisi oldu. Zəifdən güclüyə doğru gedib, deməli inkişaf eləyib. Burada müəllim inkişaf yönümlülük prinsipinə əməl edib. Şagirdlər arasında yaranan rəqabət zamanla sinif ortamında xaos və gərginlik yaradır. Müəllimin situasiyada hansı yanaşması düzgün hesab edilir? Biz dəstəkləyici mühitdə öyrəndik ki, təhlükəsiz təhsil şəraitinin təmin edilməsi. Xaos və gərginlik təhlükəsiz şərait yaratmır. Müəllim bunu ortadan qaldırmalıdır, dəstəkləyici mühit yaratmalıdır ki, təhlükəsiz sinif otağı olsun. Bu eləyir A bəndi. Təlimdə bərabər imkan xeyir. Rəqabət ehtiyac olmadığını vurğulamaq da rəqabət yaranıb. Nə qədər vurğulasan da bu dayanmayacaq. Sağlam rəqabət olduğunu düşünərək göz ardı etmək, xaos varsa sağlam rəqabət yoxdur. Stimullaşdırmanı təmin etmək xeyir. Son illərdə Azərbaycan Respublikası bir çox uğurlara imza atmışdır. Bunlar da müstəqil Azərbaycan Respublikasının tərəqqisinə, yəni inkişafına əyani sübutdur. Tərəqqi artım deməkdir. Artıma doğru sübut varsa, deməli bu ölkə inkişaf eləyir. Bu da aid olur inkişaf yönümlülük prinsipi. Şagirdləri eyni mövzunu ətrafında dəfələrlə səhv etməsinə baxmayaraq, bu müəllimi maraqlandırmır. Yeni dərsləri keçməyə davam edir. Səhv edib, müəllimi maraqlandırmırsa, deməli müəllim şagirdi inkişaf elətdirmir.
Burada inkişaf yönümlülüyü pozur və ən azından istiqamət rəy verməlidir ki, şagird o səhvlərini düzəltsin. Onu da etmirsə, deməli fəaliyyətin stimullaşdırmasını da pozur. 2-3. Aha, oldu həmkarlar.